San Martin son illərdə daha çox onlayn platformalarda tanınan, amma artıq öz məhsul xətti ilə formalaşmağa çalışan brendlərdən biridir. SN0116 modeli isə bu brendin daha fərqli istiqamətdə addım atdığını göstərir. Əsasən tanınmış brendlərin saat modellərinə bənzər saatlarla çıxış etsələr də, burada orijinal və özünə məxsus yanaşmanı görmək mümkündür. İlk baxışda saatda retro və müasir üslubun ahəngi hiss olunur. Siferblat rəngləri xüsusilə yay aylarına uyğun canlı tonlardadır və işıq altında çox ürəkaçı görsənir. Kiçik siferblatlarda bu vizual dolğunluğa öz töhfəsini verir. 39 mm gövdə ölçüsü gündəlik istifadə üçün kifayət qədər yaxşıdır. Paslanmayan polad gövdə və keyfiyyətli işçilik də dərhal özünü hiss etdirir. Braslet isə demək olar ki, İsveçrə saatlarının keyfiyyəti səviyyəsindədir. Qaranlıqda lyum həm əqrəblərdə, həm də indekslərdə kifayət qədər yaxşı nəticə verir. Daxildə isə Seiko VK64 Mecha Quartz hibrid mexanizmi işləyir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu tip Çin brendləri davamlı model xətti formalaşdırsa və vahid dizayn dili üzərində işləsə, Homage saat istehsalından çıxmaq potensialına malikdir. San Martin isə bu istiqamətdə ən qabaqcıl nümunələrdən biridir. Artıq bir neçə orijinal dizayna malik modeli mövcuddur. Amma hazırda brend kimliyi, marketinq və satış sonrası dəstək məsələlərində hələ də inkişafa ehtiyacı var. Son olaraq bu saat haqqında deyə bilərik ki, kolleksiyamızda məhz fərqli dizayna və yanaşmaya sahib olduğu üçün qalan sayılı Çin brendlərindən biridir və keyfiyyət baxımından həqiqətən də ilk beşlikdədir. Bizimlə qalın və zamanı bizimlə fərqli oxuyun.